Salam, mən Emin Abiyev, layihələrin idarə edilməsi üzrə təlimçi. Bugün sizə Bruce Tuckmanın layihələrdə komandaların yaradılması və inkişafı mərhələləri barədə danışacağam. Birinci mərhələ formalaşma mərhələsi adlanır. Bu mərhələdə komanda yeni formalaşır və işçilər hələ bir-birinə bələd deyillər. Onlar bir-biri ilə tanış olurlar, amma ehtiyatlı davranırlar. Çünki heç kim digərinin xasiyyətinə bələd deyil və ilk tanışlıq dönəmində münasibət korlamaq istəmirlər. Burada layihə meneceri müəyyən istiqamət verir və komandanı bir-biri ilə tanış etməyə və mülayim mühit yaratmağa çalışır. İkinci mərhələ fırtına və ya münaqişə mərhələsi adlanır. Bu mərhələdə komanda üzvləri öz fikirlərini müdafiə etməyə başladıqca konfliktlər və fikir ayrılıqları yaranır. Burada artıq öz mövqeyini müdafiə etmək uğrunda yarış başlayır. Bəzən kiçik konfliktlər böyüyür, mübahisələr yaranır. Burada layihə menecerinin peşəkarlığı köməyə çatır. O burada konfliktlərin böyüməsinə imkan vermir, onları həll edir və komanda ruhunu qoruyub saxlamağa çalışır. Üçüncü mərhələ normallaşma mərhələsidir. Burada artıq komanda bütün konfliktləri həll edib və normal iş mühiti bərqərar olmuşdur. Burada hamı bir-birinin fərqli cəhətlərini qəbul edir və komandada birlik yaranır. Burada layihə meneceri komandanı dəstəkləyir, fasilitasiya edir və normal iş mühitini qoruyub saxlamağa çalışır. Dördüncü mərhələ birgə fəaliyyət və performans mərhələsidir. Bu mərhələdə komanda artıq tam effektiv işləyir. Komanda üzvləri bir-biri ilə kollaborativ mühitdə yüksək nəticələr əldə etməyə başlayırlar. Burada artıq yüksək komanda ruhu var, deyə hədəf uğrunda böyük həvəslə iş gedir və yüksək performansa nail olunur. Beşinci mərhələ layihənin tamamlanması və komandanın fəaliyyətinin başa çatması adlanır. Bu son mərhələdə iş tamamlanır və komanda işin gözəl nəticəsini birgə qeyd edirlər. Layihə meneceri həm komandanı tanımış olur və onların işini qiymətləndirir. Burada şirkət yeni layihələr götürür və komanda üzvləri sonradan yeni layihələrə təyin olunurlar. Əziz izləyicilər, mövzu ilə bağlı bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm.